Deməli belə, baxırıq oxşarlıq mövzusuna əsas suallarına. Birinci sual. Şərtdə deyir A nöqtəsi artıq 4 6-dır. B nöqtəsi 3, B plus 2-dir. Şərtdə deyir ki, bu nöqtələr C4 mənfi 2 nöqtəsinə nəzərən simmetrik olarsa, yadınızda saxlayın, hər hansı iki nöqtə orta nöqtəsinə nəzərən simmetrik olur. Simmetriya nədir? Qatlayanda üst-üstə düşür deməkdir. Yəni bu tən ortada olmalıdır ki, bunları qatlayanda üst-üstə düşsün. Orta nöqtəni necə tapırsınız? Birinci ilə birincini toplayıb 2-yə bölürsünüz. A çıxı 4, üstə gəlir 3 bölü 2. Bərabərsiz birinciyə, yəni mənfi 4-ə. Olacaq A çıxı 1 bərabərdir mənfi 8, A-nı alıram mənfi 7. Buradan A-nı tapdıq. Daha sonra 6 ilə B üstə gəlir 2-ni toplayıb bölürəm 2-yə. Bərabər ilə 2-yə, yəni buradakı koordinatlar. Olacaq 8 üstə gəl B bərabərdir 4-ə, B də bərabərdir mənfi 4-ə. Bu da olacaq bizdə B-nin koordinatı. Bu da oldu 2 nöqtənin simmetrik olduğu nöqtə. Sonra ikinci sual tipi. Deyir A 5 mənfi 6, B mənfi 15 20. Deyir bu nöqtələr verilmişdir. AB parçasının C orta nöqtəsi. Orta nöqtə tapanda nə edirik? Birinci ilə birincini toplayıram, bölürəm 2-yə. İkinci ilə də ikincini toplayıb bölürəm 2-yə. Deməli, bu eləyəcək mənfi 10 2-yə böləndə mənfi 5. Bu da eləyəcək 14 2-yə böləndə 7. Şərtdə sizə deyir ki, X oxuna nəzərən simmetrik olan nöqtəni tapın. Yadınızda saxlayın. X-ə nəzərən simmetriki tapırsınızsa X qalır, Y dəyişir. Y-ə nəzərən simmetriki tapırsınızsa Y qalır, X dəyişir. İndi mən X-ə nəzərən demişəmsə X qalır. 7-dirsə yerinə nə yazıram? Mənfi 7. Y əksinə dəyişir. Aydındır. Hansı oxa nəzərən deyirsinizsə həmin ox olduğu kimi qalır. Digəri işarəsinin əksinə dəyişir. Bir də koordinat başlanğıcına nəzərən desəm, koordinat başlanğıcına nəzərən ikisi də dəyişir. Məsələn 5 7-dirsə olur mənfi 5 mənfi 7. İkisi də işarəsinin əksinə dəyişir. Baxırıq 3-cü sual kimi. Deməli belə. Deyir ki, oxşar üçbucağın sahələri S1 50-dir, S2 200-dür. Deyir, ikinci üçbucağın tərəfi 12-dir. A2 bərabərdir nəyə? 12-yə. Birinci üçbucağın tərəfini sizdən soruşur. Demişdik ki, oxşarlıqda istənilən nisbətlər bir-birinə bərabərdir. Yeganə sahələr nisbətidir ki, digər nisbətlərin nə idi? Kvadratı. Yəni, A1 bölünsün A2-nin kvadratı bərabər olmalıdır deyə S1 bölünsün S2-yə. İndi baxın, A1-i bilmirəm, bölünsün 12-nin kvadratı. Bərabərdir. S1 50-dir. S2 də 200-dür. Bunlar aparanda qalır 4-də 1. Hər tərəfdən kök alıram. A1 bölü 12 bərabərdir 2-də 1. 2A1 bərabərdir 12-yə. Oradan da A1-i tapıram 6. Aydındır. Yəni, yeganə sahələr nisbətidir ki, digər nisbətlər nə idi? Kvadratıdır. Sonra 4-cü sual tipi. Deyir ki, oxşar çoxbucaqlının böyük tərəfləri uyğun olaraq 25 və 15-dir. Perimetrlər cəmi isə 96-dır. P1 bölü P2 bərabərdir nəyə? A1 bölünsün A2-yə. İndi deyir ki, böyük tərəfləri 25 bölü 15-dir. Yazıram 25 bölü 15. 5-ə ixtisar yaparsam 5 bölünsün 3. Deməli, P1 5K-dır. P2 də nəyə bərabərdir bizdə? 3K-dır. Görürsünüz, perimetrlərlə tərəf normal nisbətdədir. Deyir, perimetrlər cəmi 96-dır. 5K ilə 3K-nın cəmi 96-dır. 8K bərabərdir 96. K-nı neçə alacaqsınız? 12. İndi deyir, kiçik çoxbucaqlının perimetrini tapın. 3 olur deyir. 3-ü 12-yə vururam. Cavab olacaq 36. 5-ci sual tipi. Deməli, buranı 3 verib bizə, buranı 6 verib. Şərtdə deyir ki, B-yi tənböləndir. Tənbölən deyən kimi demişdim ki, alfa alfabısı yazın. Alfadırsa çarpaz olaraq burada alfadır. Deməli, bu üçbucaq sizdə bərabər yanılır.
6-dırsa avtomatik burada 6 yazacağım. Yadınızda saxlayın. Bax, əgər oturacağa paralel düz xətt keçirmisinizsə, bu alınan balaca üçbucaq böyük üçbucağa oxşar olur. Əgər bu imtahanda ətraflıya düşərsə, bunu isbat eləməlisən. Necə? Bura 2 alfadırsa, burada 2 alfadır. Daha sonra bura beta deyirəmsə, balacağın da betasıdır, böyüyün də betasıdır. Bura qamma deyirəmsə, burada qammadır. 3 dənə bucaq, böyük üçbucaqdakı 3 dənə bucaqla neynir? Deməli, bu üçbucaqlar oxşardır. Yazırsınız üçbucaq imtahanda. D, A, Y. Oxşardır üçbucaq B, A, S-yə. İndi baxın. D-A neçədir? 3. D-A uyğun B-A-dır. Neçədir? 9. Sonra D-Y neçədir? 6. D-Y uyğun nədir? B-si. Bunlar getdi 3. B-si bərabərdir. 3'ü 6'ya vuram. Neçə alacaq? 18. Məndən də istəyirdi. Başqa şey verib sizə. Şərtdə deyir ki, ADY-nin sahəsi SADY bərabərdir 4. Deyir, bəs SABS neçə olur? İndi bunu necə tapırsınız? Balacağın tərəfi neçədir? 3. Böyüyün tərəfi neçədir? 9. 3'ün 9'a nisbətən kvadratı bərabərdir. Balacağın sahəsinin böyüyün sahəsinin nisbəti. 3'də 1'in kvadratı olacaq 9'da 1, 4 bölünsün SAB'si. Oradan da SAB'sini tapırsınız. 9'u 4'e vuranda 36. Sonra dəndə 81. Yəni 6-cı sual. Şərtdə bizə verir ki, AM 4'dür. Sonra MN 3'dür. M'si 6'dır. Sizdən B'ni istəyir. Yəni buranı istəyir. 3, 4. Bax, oradan bura neçə yazırsınız? 5. İndi balacağın tərəfi neçədir? 4. Böyüyün tərəfi neçədir? 10. Balacağın tərəfi 5'dir. Böyüyün də tərəfini tapanda bura x deyirəm. Bu nə olacaq? 5 üstə gəl x. Olacaq 20 üstə gəlsin. 4x bərabərdə 50. 4x bərabərdir 30'a. X'i də alıram 7 tam %25. Çok. Bu da belə.